Atletika. Atletika Yunan sözü olub, mənası mübarizə, hərəkət deməkdir. Və atletikanın tarixi ta qədim Olimpiya oyunlarından bu günə kimi gəlib çıxmışdır. Yəni bizim eramızdan əvvəl 776-cı ildə qədim Olimpiya oyunlarında ilk dəfə atletikanın müəyyən növləri nümayiş etdirilmişdir. Və bundan sonra isə atletika müasir Olimpiya oyunlarından artıq keçirməyə başlamışdır və elə məhz 1896-cı ildən bəri inkişaf etmişdir. Bundan başqa olaraq atletikanın 1912-ci ildə Beynəlxalq Federasiyası yaranmışdır. Bundan sonra isə elə məhz Azərbaycanın özündə də atletikanın federasiyası yaranmışdır. Bu da 1923-cü ilə təsadüf edir. Bundan belə deyək, bir neçə 10 illik sonra isə 1992-ci il deyək ki, Azərbaycanda yenidən atletika təsis edilmişdir. Həmçinin də Beynəlxalq Atletika Federasiyasına üzv kimi qəbul edilmişdir. Və hal-hazırda Azərbaycanda Atletika Federasiyasının prezidenti 2023-cü ildən bu günə kimi Cavid Qurbanovdur. Və atletikanın müəllimlər növləri və bölmələri var. Baxın, növləri dedikdə Olimpiya oyunlarında 48, dünya çempionatlarında isə 49 növü var. 5 bölməsi var. Bölmələri hansılardır? Onu deyim sizə. Yerişdir, qaçışdır, atmalardır, tullanmalardır və çoxnövçülükdür. İlk öncə sizə bu bölmələrdən danışım. Az da qısa da olsa, bundan sonra belə deyək, mövzular üzərində də izahım verəcəm az sonra. Yeriş dedikdə Olimpiya oyunlarına daxildir, yəni klassikdir. 20 və 50 kilometr. Həm qadınlar, həm də kişilər üçündür. 20-50 kilometr idman yerişidir. Ümumiyyətlə, idman yerişinin adi yerişdən fərqi var. İlk növbədə vaxt və texnika nəzərə alınır idman yerişində və addımla qaçışdan fərqliyi var. Belə deyək, addımdan adi, yəni yerişdən, addımdan idman yerişinin fərqi odur ki, ilk yerə dəyən daban olur. Qaçışdan isə fərqli odur ki, idman yerişində uçuş fazası yoxdur. Bunları bildik. Daha sonra dedik, var qaçışlar. Qaçışlar hansıdır? Qısa məsafəyə qaçışlar var, orta məsafəyə qaçışlar var və uzaq məsafəyə qaçışlar var atletikada. Bu ikinci bölməsi oldu atletikanın. Üçüncü bölməsi dedik, atmalar, tullanmalardır. Tullanmalara nələrə aiddir? 3 stəkanla tullanma var, qaçaraq uzunluğa tullanma var, qaçaraq hündürlüyə tullanma var və qaçaraq şüvüllə tullanma var. Bunlar da tullanmalar bölməsinə aiddir atletikanın. Və bundan sonra dördüncü bölməsi isə atmalardır. Atmalara nələr daxildir? Disk atmadır, buna lövh atmada deyirik, nizə atmadır, yadro itələmə və çəkic atmadır. Bunlar da belə deyək, həmin atletikanın dördüncü bölməsinə aid olan atmalardır və 5-ci bölməsi nədir? Sonuncu, çoxnövçülük. Yəni çoxnövçülük kişilər və qadınlarda fərqlidir. Qadınlarda 7 növ daxildir, kişilərdə isə 10 növ daxildir. Bunlar kişilərdə dekatlon adlanır, qadınlarda isə heptatlon adlanır və hər ikisi də 2 gün ərzində keçirilir. Növbəti belə deyək, saatlarımızda da izahını verəcəm. Baxın, dedik, atletika Olimpiya oyunlarında 48 növ, dünya çempionatında isə 49 növ daxildir. Bundan başqa dedik ki, Olimpiya oyunlarında atletikanın növündən kişilərə aid 24 növdür, qadınlara aid isə 23 növ və əlavə olaraq qarışıq estafet də var. Və dünya çempionatında qadınlarda 50 kilometr əlavə idman yerişi də var. Ona görə 49 növ daxildir. Daha sonra dedik ki, atletikanın bölmələri hansılardır? İdman yerişidir, qaçışdır, tullanmalardır, atmalardır və çoxnövçülükdür. Bunların içərisində, atletikanın bölmələri içərisində texniki növlər var. Bunlar hansılardır? Tullanmalar və atmalar. Bunlar texniki növlər sayılır, müəllimlər. Daha sonra dedik qaçış və bölmələrin atletikanın ilk bölməsində olan qaçışdır. Qaçışın da 3 belə deyək, qrupa bölünür. Qısa məsafəyə, orta məsafəyə və uzaq məsafəyə. Belə deyək, qısa məsafəyə sprint qaçışı da adətən deyilir. Və dedik ki, qaçışlar 3 qrupa bölünür. Qısa, yəni orta və uzaq məsafəyə. İndi keçən qısa məsafəyə qaçışların məsafəsinə. Ümumiyyətlə 400 metr məsafəyə qədər olan qaçışlar qısa məsafəyə qaçışlar sayılır və 10, 30, 60, 100, 200 və 400 metr. Yəni 400 metr məsafəyə qədər olan qaçışlar qısa məsafəyə qaçışlar sayılır. Məktəblərdə əsasən 10, 30, 60, 100 metr
bu məsafəyə qədər olan qaçışlardan istifadə olunur, yəni qısa məsafələr olan qaçışlardan. Amma Olimpiya oyunlarında klassik olan 100, 200 və 400 metr məsafəyə qaçışlarımız var. Baxın, həm məktəblərdə, həmçinin də Olimpiya oyunlarında belə deyək, qısa məsafəyə qaçışımızın məsafəsi olan hansıdır? 100 metr. Həm məktəblərdə istifadə olunur bundan, həm də Olimpiya oyunlarında. Hər ikisi klassikdir. 10 metr isə maksimal sürətə inkişaf etdirir. Və qaçışlar iki formada olur. Qaçışların belə deyək, aşağı startdan var və yuxarı startdan forması var. Bunlar necə olur? Aşağı startdan qısa məsafə qaçışların hər biri, yəni 400 metr məsafəyə qədər olan qaçışlarımızın hər biri qısa belə deyək, aşağı startdan başlayır. Amma orta və uzaq məsafələrə qaçışlarımız isə yuxarı startdan başlayır. Və aşağı startdan belə deyək, başlayarkən idmançı belə deyək 400 metr məsafəyə qədər olan qaçışlarda start qəliblərindən istifadə edilir. Bunlar nədir? İrəlidə indi belə deyək şəklini də göstərəcəm lövhəmizdə. Qəlblər idmançının antropometrik belə deyək göstəricilərinə görə nizamlanır. Yəni hər hansı bir idmançı ola bilər ki, ilk təkanı arxa ayağı sağ ola bilər və ya digərisində sol ayağından verə bilər. Buna görə bu dedik ki, start qəlibləri idmançıya görə nizamlanır və 3 formada olur start qəlibləri: adi, yaxınlaşdırılmış və uzaqlaşdırılmış. Bu formada olur. Və belə deyək, orta məsafəli qaçışlar da deyim sizə, 800, 1000 və 1500 metr məsafəyə olan qaçışlar orta məsafəyə qaçışlardır və yuxarı startdan başlayır və yuxarı startdan belə deyək, orta və uzaq məsafələrə qaçarkən start qəliblərindən istifadə edilmir. İndi komandalar və fazalar deyəcəm. Baxın, müəllimlər, qısa və orta, həmçinin uzaq məsafəyə olsun, fərq etmir. Faza dedikdə hər üçündə fazaların sayı eynidir, 4-dür. Start sürətlənməsi, start sürətlənməsi, məsafə boyu qaçış və finiş etmədir. Amma komanda dedikdə qısa məsafə ilə orta və uzaq məsafəyə olan belə deyək qaçışların arasında komandada fərq var. Qısa məsafəyə startadır, diqqət və marşdır. Amma orta və uzaq məsafələrdə artıq diqqət komandası yoxdur. Yalnız starta və marşdır. Bunları da bilək. Baxın, indi uzaq məsafələrə qaçışların məsafələrini deyim sizə. 3000, 5000 və 10000 metr məsafəyə olan qaçışlarımız isə uzaq məsafəyə qaçışlardır. Və müəllimə, bundan başqa bizim daha uzaq məsafəyə qaçışlarımız var. Marafon, yəni qaçışlarımız var. Cross qaçışlarımız var. Onlardan deyim sizə. Baxın, daha uzaq məsafələrə. Yəni bunun adı marafon qaçışıdır. Və marafon qaçışı da iki formada olur. Var marafon, var yarım marafon. Yəni həmin məsafənin tam yarısı qədər olan məsafəyə olan qaçışlar isə yarım marafon adlanır. Baxın, 42 kilometr 195 metr olan məsafəyə qaçışımız bizim marafon qaçışıdır. Amma 21.000 1000də 98 metr olan məsafəyə olan qaçışımız isə yarım marafon sayılır və yuxarı startdan başlayır. Komandası da məhz 2-dir. Starta və marş. Və dedik ki, cross qaçışları. Müəllimlər, cross qaçışları Olimpiya oyunlarına daxildir. Yalnız dünya çempionatlarında keçirilir. Qadınlarda 6 kilometrdir. Kişilərdə 10 kilometrdir. Hər ikisi də dünya çempionatında keçirilir. Və müəllimlər, cross qaçışları dərəli, təpəli, enişli, yoxuşlu yerlərdə və xüsusi dözümlülük tələb edən bir qaçışdır. Yəni Olimpiya oyunlarında da istifadə edilmir dedik. İndi isə müəllimlər, sizə danışaq dedik komandalardan. Baxın, idmançılar start xəttinə yaxınlaşır. İlk ümumiyyətlə belə deyək, komanda olaraq dedik 3 komandamız var. Starta, diqqət və marş. İlk olaraq idmançılara komanda gəlir ki, starta. Yəni hər bir idmançı öz belə deyək zolağında start xəttinin arxasında baxın barmaqların ucu, baş barmaq və işarət barmağı. Hər ikisi start xəttinin arxasında olmalıdır. Yəni start xəttinin üzərində belə deyək dayana bilməz, tapdalaya bilməz. Mütləq start xəttinin arxasında olmalıdır və idmançının özünə uyğun olaraq ya sağ və ya da sol ayağı, biri ayağın arxada olur, biri isə öndə olur. Arxa ayağın dizi yerdə olur. Bədən, belə deyək, baş mütləq start xəttinə istiqamətlənməlidir. Artıq start komandası bu dediyim formada idmançılar start xəttinə düzülürlər. Bundan sonra gəlir diqqət komandası. Diqqət komandası nə üçündür? İdmançıya bir belə deyək, hazırlıq üçün, xəbərdarlıq etmək üçün bir komandadır ki, artıq belə deyək, sənə biz marş komandası və ya da hər hansı bir atəş səsi verdikdə sən qaçışa başlayacaqsan. Bu diqqət komandası start marşdan qabaq ona görə verilir ki, yəni hazırlaş. Və
Bu zaman diqqət komandasında artıq idmançı yerdə olan dizini qaldırır və belə deyək, çanaq çiyindən, bədəndən biraz yuxarı meyllənir və bədən həmçinin önə istiqamətlənir və baş sərbəst olur bu zaman. Yəni istəsən start xəttində də baxa bilərsən, istəsən önə də, yəni irəli də baxa bilərsən. Baş bu zaman sərbəst olur və bundan sonra artıq marş komandası verilir. Marş komandasında idmançılar nə edir? Ani olaraq ilk təkan verərək start xəttindən, yəni start qəlblərindən ayrılaraq qaçışa başlayırlar. Baxın, ani ilk və yaxud da ani təkan verən ayaq hansıdır? Arxa ayaqdır. Bəs daha güclü və yaxud da ikinci təkan verən ayaq hansıdır deyilsə, öndəki ayaqdan gedir söhbət. Və bundan sonra artıq idmançılar qaçışa başlayırlar və qaçışın da dedik 4 fazası var. Bunlar hansılardır? Start vəziyyətidir, yəni ilkin starta gəlib dayandıqları formadır. Bundan sonra start sürətlənməsidir, məsafə boyu qaçış və finiş etmədir. Bunlardır. Bunlar həmçinin bu fazalar müəllimlər orta və uzaq məsafələrdə də eynidir. Amma komandalar dedik eyni deyil. Komandalarda yalnız 3 komanda, yəni starta, diqqət, marş, qısa məsafələrə qaçışlardadır. Amma orta və uzaq məsafələrə qaçışlarda isə diqqət, üzr istəyirəm, starta və marşdır. Artıq orta və uzaq məsafələrdə diqqət komandası yoxdur. Bunları bilək. Daha sonra müəllimlər qaçış qəlbləri dedim az öncə sizə, idmançılar istifadə olunur. Yəni qısa məsafəyə, 400 metr məsafəyə qədər olan qaçışlarda yalnız istifadə olunur qaçış qəlblərindən və qaçış qəlbləri dediyi neçə formada olur? 3 formada olur. Adları hansıdır? Adi, yaxınlaşdırılmış və uzaqlaşdırılmış formada olur. Və idmançının antropometrik ölçülərinə uyğun olaraq qurulur. Bundan sonra sədlərlə qaçışlarımız var müəllimlər. Var 100 metr, 110 metr və 400 metr məsafəyə sədlərlə qaçışlar var. Bunlar da məhz elə qısa məsafəyə qaçışı inkişaf etdirir. Qadınlar və kişilərdə həmçinin 400 metr kişilər və qadınlar, yəni qarışıq formada keçirilir. Məsafələrindən danışım sizə. Baxın, sədlərlə qaçış 100 metr qadınlarla. Baxın, lövhədə ekranda gördüyünüzlər var. Gördüyünüz şəkildə var. Belə deyək, qadınların üzərindən tullandığı, atlandığı qurğular var ki, həmin bu qurğular sədlərdir. Müəyyən səddir. Baxın, hər bir idmançının qarşısında 10 sədd durur. Və bu hər bir səddin çəkisi 10 kiloqramdır. Amma müəyyən bir çəkidə artıq bu sədlər aşır. Yəni, bir səddə 16 kiloqram və bundan artıq çəki, belə deyək, təzyiq göstərilərsə, həmin qurğu, yəni sədd aşa bilir. Və dedik, hər bir idmançının qarşısında 10 sədd olur. Baxın, bunlarda startdan ilk səddə və sədlər arası, həmçinin sonuncu səddən finişə qədər olanda qadınlar, kişilər və 400 metr sədlərlə qaçışlarda fərqlidir. Baxın, ilk səddə 13 metr. İlk sədd nə deməkdir? Yəni, start xəttindən idmançının çıxdığı nöqtədən ilkin qarşılaşacağı ki, sədd var ki, həmin səddə qədər olan məsafə qadınlarda 13 metrdir. Sonra sədlər arası, yəni 1 və 10-cu səddə qədər, yəni 1 ilə 2-nin, 2 ilə 3-ün, 4 ilə 5-in, 7 ilə 8-in və yaxud da 9 ilə 10-cu səddin arasında, yəni hər iki səddin arasında olan məsafəmiz isə qadınlarda 8 metr yarımdır. Yəni 8,5 metrdir. Və sonuncu səddimiz, yəni 10-cu səddimiz, baxın burada qeyd etmişəm. Yəni sonuncu 10-cu sədddən finişə qədər, yəni qaçışı başa çatdırdığımız nöqtəyə qədər ki, olan məsafə isə qadınlarda 10,5 metrdir. Yəni 10 metr yarımdır, doğru dildə desək. Yəni 10-cu səddən. Baxın, startdan ilk səddimizə qədər olan məsafə nə qədərdir? 13 metr. Bəs hər bir səddin arasında olan məsafə nə qədərdir? Dedik 8,5 metr. Bəs sonuncu səddimiz, yəni 10-cu səddimizdən finişi, yəni başa varacağımız nöqtəyə qədər, zonaya qədər olan məsafə nə qədərdir? 10,5 metr. Və hər bir səddin hündürlüyü isə 83,8 metrdir. Təxminən də bunu yuvarlaşdırsaq 84 sm deməkdir. İndi keçək kişilərin səddlərinə. Baxın, eynən kişilərdə də bu formadadır. Sadəcə ölçülərində fərq var. Baxın, kişilərdə 110 metrdir qaçış, sədlərlə qaçış. İlk səddə dedik nə qədərdir? 13-dan 172 metr. Yəni 13 metr 72 sm. Sədlər arası nə qədər oldu? 9-dan 114 sm. Yəni 9 metr 14 sm. Son səddən finişə dək 14-dan 102 sm. Yəni 14 metr 2 sm. Yenə eynən izahını vermirəm. Az öncə qadınlarda dediyim kimi ilk sədd nə deməkdir?
startdan birinci sətdə qədər olan sətlər arası nədir? Hər bir səttin arasında olan məsafə və son sət nə deməkdir? Son sətdə o deməkdir ki, yəni ki, sonuncu 10-cu sətdən finişə qədər olan məsafə və kişilərdə hündürlüyü 1067 mm-dir. Bunu da yuvarlaşdırsaq təxminən 107 sm edir. Bir səttin hündürlüyü kişilərdə. Və indi müəllimlər, keçən qarışıq, yəni 400 metr məsafəyə olan estafetimizə qarışıq deyəndə həm qadınlar, yəni həm kişilərin estafeti, üzr istəyirəm, sədlərlə qaçışıdır. İlk sətdə 45 metrdir. Az öncə dediyim kimi eynən formada, yəni startdan birinci ilk səddimizə qədər olan məsafə nə qədərdir? 400 metr sədlərlə qaçışda 45 metr. Və sədlər arası məsafəmiz nə qədərdir? Hər bir səddin arasında olan məsafə isə 35 metrdir. Və son səddən, yəni son sədd deyəndə nəyə, hansı səddi nəzərdə tuturuq? 10-cu səddimizi, 10-cu, yəni sonuncu səddimizdən finişə qədər olan məsafəmiz nə qədər oldu bəs? 40 metr. Baxın, burada göstərilir. Və kişilərdə hündürlüyü 91,4 sm, yəni 91, belə deyək, 91 sm 4 mm. Qadınlarda isə 76,2 sm-dir. Hər bir səddin hündürlüyüdür. İndi isə müəllimlər, sizə maneələrlə qaçışdan danışım. Baxın, maneələrlə qaçış. Maneələrlə qaçış, bu da belə deyək, silsiləli hərəkət olaraq xüsusi dözümlülük tələb edir. Yəni, əsasən idmançıda dözümlüyü inkişaf etdirir. Və məsafəsi 3000 metrdir. 3000 metr məsafəyə qaçışdır. Və 3000 metr məsafədə, belə deyək, 35 maneəmiz var. Baxın, beynəlxalq stadionumuzun məsafəsi nə qədərdir? 400 metrədir. Yəni 401 metr məsafədə 7 dair idmançılar 7 tam dövrə vuraraq 3000 metr məsafəni qət edərək və 35 maneəni dəf edərək, belə deyək, maneələrlə qaçışı tam başa çatdırmış olur. Bəs deyirsiniz ki, müəllim, uyğun gəlmir, burada uyğunsuzluq var. Baxın, ilk 200 metr məsafəyə maneə yoxdur. Yəni startdan idmançı çıxır ki, qaçışa başlayır ki, ilk 200 metrəsində heç bir maneə yoxdur. Artıq maneələrimiz 3000 metr məsafəyə maneələrlə qaçışda 200 metrədən sonra başlayır. Və ümumi dedik 35 maneə var və ümumi 7 su, 28 isə quru maneə var. Yəni ümumi 35 maneəmizdən 28-i quru maneədir, 7-si isə su maneəsidir. Və bir dövrədə, yəni bir dövrəmizdə 400 metr məsafəmizdə bir su maneəsi, 4 isə quru maneə var. Bir su maneəsi var, 4 quru maneəsi. Bəs su maneəmiz sual olarsa ki, neçənci maneəmizdir hər dövrədə? 4-cü maneəmiz su maneəsidir. Və ümumi dedik, idmançılar 7 tam dövrə varacaqlar. Bu da bizim oldu maneələrlə qaçışımız. Bundan sonra, daha sonra tullanmalardan danışaq sizə. Atletkanın ikinci bölməsindən, birinci bölməsinin qaçışlar idi, ikinci bölməsi, belə deyək, birinci bölməsi yerişdir, ikinci bölməsi qaçışdır, üçüncü bölməsi isə dedik tullanmalardır. Tullanmalar da müəllimlər iki qrupa bölünür, üfüqi və şaquli. Qrup formada dedikdə neçə qrupa bölünür? 2 qrupa. Bəs tullanmalar neçə növə bölünür sualı olarsa 4 növə bölünür. Bunlar hansılardır? Qaçaraq uzunluğa tullanma, 3 təkanlı tullanma, şüvüllə tullanma və qaçaraq hündürlüyə tullanma. Baxın müəllimlər, qaçaraq uzunluğa tullanma ilə 3 təkanla tullanma üfüqi tullanmadır. Amma şüvüllə tullanma ilə qaçaraq hündürlüyə tullanma isə şaquli tullanmalar gedir. İndi ayrı-ayrılıqda bunların izahını verəcəm müəllimlər sizə. Onların izahını verməmişdən öncə deyim ki, qaçaraq uzunluğa tullanmanın da 3 üsulu var müəllimlər. Neçə üsulu var? 3 üsulu var. Bunlar hansılardır? Qayçıvari, bel arxaya əyərək və ayaqları bükülüb açılması formadır. Bu, qaçaraq uzunluğa tullanmanın üsullarıdır. Və qaçaraq uzunluğa tullanmanın da 4 fazası var müəllimat. Bunlar hansılardır? Qaçış, təkan, uçuş və yerə enmə. Yəni 4 fazası var. Sonra sizə danışım qaçaraq 3 təkanla tullanmadan. Müəllimlər, qaçaraq 3 təkanla tullanmanın da özünün, belə deyək, fazası 4-dür, amma təkan ardıcılığı 3-dür. Bundan sonra izahını verəcəm. İlk öncə qaçaraq 3 təkanla tullanmanın müəyyən izahlarını verib, qum xəndəyinin eni, yəni qum xəndəyi nədir? İdmançının ki, gəlib təkan verib, sonra 3 təkan vurub, tullandığı ki, düşəcəyi kimi nöqtə var, ərazi ki var, həmin yer mütləq yumşaq olmalıdır. Və onun da yumşaq olmağı üçün həmin yer qazılıb torpağı götürüldükdən sonra həmin yerə qum tökülür. Və həmin ərazidə qum xəndəyi sayılır. Və o qum xəndəyinin həm eni, həm də uzunluğu var. Eni dedikcə müəllimlər 2 tam
%75 metr, yəni 275 santimetr və 3 metr aralığında olur. Həmin xəndəyin uzunluğu isə 8-10 metr aralığında olur. Təkan plankasından baxın nə deyir? Qum xəndəyində qədər olan məsafə kişilərdə 13 metr, qadınlarda isə 11 metrdir. Bu nədir? Bu ki idmançı ki gəlir, deyir ki, müəyyən bir nöqtədən artıq müəyyən həmin bir nöqtə odur ki, təkan brasoku deyilən bir yer var, təkan nöqtəsi var. Həmin belə deyək, təkan plankası ki deyirik yer ki var. Həmin yerdən idmançı ki təkan verib tullanır ki, həmin tullanacağı qum xəndəyi ki var, təkan plankasının qum xəndəyinə qədər olan məsafə, o deyirik 3 dəfə təkan vurur, təkan ardıcıllığı var. Həmin yerin ərazisi, yəni idmançının təkan verdiyi nöqtədən qum xəndəyinə qədər olan məsafə kişilərdə 13 metrdir, qadınlarda isə 11 metrdir. Amma indi görün nədir? Deyir, təkan brasokundan xəndəyin sonuna kimi, artıq bizdən startdan finişə qədər olan məsafəni deyir, o qaçaraq uzunluqda tullanmada. Yəni, baxın, təkan brasoku ki var, idmançının təkan verdiyi nöqtə, həmin nöqtədən qum xəndəyinin başlanğıc nöqtəsinə yox, sonuna kimi olan məsafə kişilərdə 21 metrdir, qadınlarda isə 19 metrdir, müəllimlər. Bunları bildik. İndi keçək müəllimlər. Bir dəqiqə. Təkan ardıcıllığından danışacağım sizə. Baxın, üst təkanla tullanmanın dedim təkan ardıcıllığı müəllimlər. Baxın, üst təkanla tullanmanın da fazaları qaçışdır, sıçrayışdır, addım və tullanma. Bunlar fazalardır. Bir də var ki, təkan ardıcıllığı. Təkan ardıcıllıqlar isə neçədir? 3'dür. Bunlar isə sıçrayışdır, addımdır və tullanmadır. Bunlar isə təkan ardıcılığı olurdu. Bax, faza 4'dür. Təkan ardıcılığı isə neçə oldu? 3 oldu. Sonra müəllimlər, indi hündürlüyə tullanmadan danışacağım sizə bir dəqiqə, zəhmət olmasa. Qaçaraq hündürlüyə tullanmaq. Qaçaraq hündürlüyə tullanmanın da müəllimlər 5 üsulu var. Bunlar hansılardır? Tullanmanın üsulları aşmadır, dalğadır, qayçıvari və addımlamadır, yuvarlanmadır və fosfor flopdur. İndiyə kimi ən çox istifadə olunan üsul isə qaçaraq hündürlüyə tullanmanın üsulunda ən çox istifadə olunan üsul fosfor flopdur. Ümumiyyətlə, məhz fosfor flopdan da ən yüksək indiyə kimi nəticə göstərilmişdir. Elə həmçində həmin fosfor flopdan da belə deyək, yarışlarda istifadə olunur. Ən çox istifadə olunan üsul isə nə oldu? Fosfor flop. Bundan sonra müəllimlər, hündürlüyə tullanmanı mən burada şəkil üzərində də göstərmişdim. Baxın, şəkil üzərində. Qaçaraq hündürlüyə tullanma. İdmançı 35-45 metr məsafəni qət edir və bu idmançıya görə nizamlar, yəni 35-45 metr aralığında olur həmin məsafə. Və idmançıya 3 cəhd verilir. Ən yaxşı cəhdi isə onun idmançının nəticəsi kimi götürülür. Və burada idmançını belə deyək də, plankanı aşdıqdan sonra hündürlüyə tullanmada plankanı aşdıqdan sonra yerə düşəndə onun üçün xüsusi döşəklər olur müəllimlər. Buna idman dilində matta deyirlər. İdman döşəyinə. İdman döşəyinə matta deyilir. Həmin idman döşəyinin baxın uzunluğu 5 metr, eni isə 3 metr, qalınlığı isə 70 santimetrində olan bir döşəkdir. Yəni idmançı əzilməmək üçün hər hansı bir belə deyək sınıq çıxıq təhlükəsizliyi qorumaq məqsədi ilə plankadan sonra belə deyək həmin döşəkdən istifadə olunur və döşəyin eni uzunluğu nə qədərdir? 5'in 3'ə və 70 santimetr qalınlığında. Və plankanın, baxın müəllimlər, burada gördüyünüz ki planka var, həmin bu planka. Həmin bu plankanın uzunluğu 4 metr, çəkisi isə 2 kiloqramdır. Həmin bax plankanın. Sonra bundan sonra yenə olmalıdır. Məncə burada hündürlüyə tullanma haqqında yazmışdım məlumat. Bir dəqiqə. Qaçaraq hündürlüyə tullanmanın müəllimlər bir də fazası var. Baxın, bunun da 4 fazası var yenə. Demişdik, qaçaraq uzunluğa tullanmanın neçə fazası var? 4. Hansılar edir? Qaçış, təkan, uçuş və yerə enmə. Qaçaraq hündürlüyə tullanmada da eynən 4 fazadır. Amma yalnız 3-cü fazası fərqlidir. Məsəl üçün, sual olsa ki, qaçaraq uzunluğa tullanmanın 3-cü fazası hansıdır? Deyəcək, uçuşdur. Bəs hündürlüyə tullanmanın 3-cü fazası nədir? Onda deyəcək, hündürlük plankasının keçilməsi. Artıq yaxın qaçaraq hündürlüyə tullanmada 3-cü faza fərqlidir. Birinci nədir? Qaçış, ikinci təkandır, üçüncü hündürlük plankasının keçirilməsidir, dördüncü isə yerənmədir. Bu da oldu hündürlüyə tullanmanın müəllimlər bizdə nəyi? Fazalarıdır. Və bundan sonra şüvürlə tullanma gəlir. Şüvürlə tullanmanın fazaları artıq bir say artıqdır digərlərindən. Burada 5 fazadır. Fazalarımız hansıdır? İdmançı birinci qaçır, yəni qaçışdır. İkinci
fazamız olur şüvülün dayağa qoyulması. İdmançının əlində şüvül olur. İndi o haqqında da şəkil üzərində də izah verəcəm. Üçüncü olur təkan, dayaq. Dördüncü aşma, düzəlmə və dönmədir. Beşinci artıq plankanı keçmək və yerə enmədir. Yəni sual olsa ki, şüvüllə tullanmanın dördüncü fazası nədir? Deyirik aşma, düzəlmə, dönmə. Və yaxud da beşinci fazası nədir? Plankanı keçmək və yerə enmədir. Bəs ikinci fazası nədir? Şüvülün dayağa qoyulmasıdır. Yəni fazalar heç vaxt ardıcıllığın istəyir qaçışda olsun, istəyir hündürlüyə tullanmada, istəyir uzunluğa tullanma olsun, istəyir şüvül